Bu haqda danışılır, bilmem. Amma fikri sizə deyəcəm, özünüz düşünün. Bu, altı yandırılıb göğe uçacaq raketi xatırlatmır sizə. Mənə onu xatırladır. Bax, bu raketin altı da yanır və raket göğe uçacaq. O biri güc desə, raket artıq göydədir. Bax, gözünüzün qabağını gətirin. Təsəvvür edin, 13-cü əsrdən gedir söhbət. Türklər Anadolunu özlərinə vətən etdikdən sonra bu vətənin ruhaniyyətini yaratmağa başladılar. Və ruhaniyyəti yaratmaq üçün Xorasandan və digər Türk şəhərlərindən bura ruhani alimləri gətirdilər. Belə alimlərdən biri də Ahi Evran idi. Ahi Evran 1206-cı ildə 35 yaşında bura Gül şəhərə ayaq bastı. Və 2 il sonra bütün bu ərazini bürüyəcək bir hərəkatı, əxi hərəkatını yaratdı. Və belə demək mümkünsə, İslam coğrafiyasında, Türk coğrafiyasında ilk profsoyuzu yaratdı. Əxilik profsoyuz idi. Dövlətin, vergilərin əleyhinə yaranmış, orta sahibkarları, orta təbəqəni qoruyan, əlində silah qoruyan bir təşkilat idi. Əxilik hərəkatı İslam coğrafiyasında, Türk coğrafiyasında bütün zülümlərə qarşı qalxmış bir təşkilat idi. Hansısa sənətkarın, başmaqçının, dəmirçinin və digər sənətkarın hüququ pozulardısa, dövlət ondan çox vergi alardısa və ya hansısa əli qılınclı bir qolu zorlu onu incidərdisə, əxi qardaşlığı ayağa qalxıb onun dərsini verərdi. Əxi qardaşlığı çox keçmədi ki, burada çox böyük bir ruhani təpki alıb, bu ərazinin, Səlcuqlu ərazisinin bayraqdarlarına çevrildilər. Hətta hökümdarların özləri belə, Səlcuq sultanlarının özləri belə əxi qardaşlıqları ilə razılaşmalı olurdular. Bütün sənətkarları öz başına toplamış Əhi Evran çox keçmir, Osmanlı dönəmindən qabaq bu coğrafiyada yaşayan ruhaniyyəti müəyyən edən bayraqdara çevrilir. Ona bu ərazilərdə, İç Anadoluda bayraqdar Əxi Evran deyə deyilir. Əhi Evran özündən sonra bir ruhani mühit formalaşdırıb. Onun təkcə zülmə qarşı qalxması deyil, ümumiyyətlə İslamda, Türk coğrafiyasında ədalətin bərqərar olmasında çox böyük rolu var. Ondan sonra hər hansı bir Səlcuqlu və ya Osmanlı hökmdarı taxta çıxarkən mütləq orta təbəqənin, aşağı təbəqənin, sahibkarların, sənətkarların marağını güdməyə məcbur olub. Çünki Əhi Evran qardaşlığı xofu axırıncı sultana qədər sultanların başında qalmaqdaydı. Əhi Evran ədaləti İslam-Türk coğrafiyasında yuxarı təbəqənin, aşağı təbəqəni əzməməsi gerçəkliyini, sənətkarlar birliyini yaratmış bir dahi İslam şəxsiyyətidir. Amma Əhi Evranın fəaliyyəti təkcə bununla bitmirdi. O həm də irfan adamı idi, elm adamı idi və burada bugün də yaşayan insanların mənəviyyatını formalaşdırmış, kodlaşdırmış böyük Xorasan alimlərindən idi. Sizə çox qəribə gələcək, amma mən bunu görüb şaşırdım, yəni çox belə təəccübləndim. Sən demə, Osmanlı adlandırdığımız bu ərazinin ruhaniyyatını formalaşdıranların hamısı biz tərəfdən bura gəlib. Hamısı Təbrizdən, Xorasandan, Xoydan, Mərənddən, Bakıdan, Gəncədən, Naxçıvandan təsəvvür edin bura gəlib. Burada Əhi Evranın ən yaxın silahdaşlarının siyasına baxdım. Və onların çoxu Şirvani, Naxçıvani, Zəngəzurlu ləqəbli insanlar idi. Çox qəribədir. Bu ruhaniyyəti formalaşdırmış Azərbaycan türklərinin bugün də burada sevilməsi, anılması Azərbaycanda qapalı qalmışdır. Bilmirəm niyə. Əgər Gərək Qala proyekti heç olmasa bunu edə bilirsə və Azərbaycana aydınlada bilirsə ki, əslində bura bizim formalaşdırdığımız ruhaniyyətlə yaşayan bir doğma yerdir. Bu da bizim üçün şəxsən böyük şeydir. Əhu Evran
belə böyük şəxsiyyətlərdən biri idi. Miladdan əvvəl 5000 il tarixi olan eksponatların görünməsi təbii ki, sizin üçün də çox maraqlı olacaq və bu ərazidə, bu ruhaniyyətdə təbii ki, Səlcuqlu, Türk, Azəri və digər Türk boylarının da əməyi, rolu və tarixi gizlənmişdir. Yəni, bu muzey bizim Türk tarixini gizləyib saxlayan və bütün dünyaya göstərən muzeydir. Amma mənim üçün ən maraqlı olan bu muzeyin rəhbərlərindən birinin Azərbaycanlı kökənli olmasıdır. Pınar xanım Dağlıq Qarabağ kökənlidir. Bizim ağrımız, dərdimiz olan Dağlıq Qarabağ kökənli bir insanın Türkiyədə dərs alıb, universitet bitirib, belə bir məhsul vəzifədə çalışmasını görmək, bir balaca böyük Türk dünyasında, yəni Azərbaycanlı olaraq özümüzü ayırmağımızdan deyil. Sadəcə mən fəxr etdim ki, bir Azərbaycanlı kökənli insan Türkiyədə İstənilən vəzifəyə çıxa bilir. Çünki burada ayrı seçkilik yoxdur. İstənilən millət, Lazı, Kürdü, kimə olur olsun, demokratik mühitdir deyə qalxıb istənilən bir vəzifədə çalışa bilir. Eynən Azərbaycanda olduğu kimi. İstanbulun iki mərkəzi var. Sultanəhməd meydanı və Taksim Bəyoğlu. Sultanəhməd meydanından İstanbula həsr olunmuş verilişi başladım. Taksimdə Bəyoğlu'nda bu verilişi bitirirəm. Allah Axundova rəhmət eləsin. Axundov Avropalılarla bizi müqayisə edəndə, yadınızdadırsa Monsieur Jordan'ın timsalında müqayisə edəndə deyərdim, biz yeməyi əllə yiyərik, onlar çəngəllə. Biz dünyaya bir cür baxarıq, onlar tamam alaycır. İndi Türkiyə Avropadır, təbii. Biz hələ Avropa olmağa namizədik. Amma Türkiyə türkləri də biz də bir qanla bir canlanıq. Ona görə də mən İstanbulda gördüklərimi elə Bakıda görmüşəm. Və Bakıda görəcəklərimi İstanbulda da görürəm. Əslində bu şəhər mənə çox zad öyrətdi. Həqiqətən də İstanbul dünyanın paytaxtlarından biridir. İstanbulda Azərbaycan havası var, Azərbaycan ruhaniliyi var. İstanbulda mərd, igid, əskər tarixi, ruhani Ağşəmsəddin tarixi, İstanbulda Bizans gerçəkliyi, Misir ioqrafları, rəmzilikləri, Xristiyan mədəniyyəti, Müsəlman mədəniyyəti, Türk kültürü var. Amma bütün bunlar bir verilişə təbii ki, sığası deyildi. 2 gün ərzində İstanbulda olduğum vaxt kəsiyində ancaq bizim dillə desək probkalarda oldum və nəyi çəkə bildim onu çəkdim. Amma mən sizə İstanbul əsr olunmuş verilişlə onu demək istədim ki, bu İstanbul, bu şəhər elə bizim şəhərdir və Azərbaycanlıların Türkiyə olan bu marağı, Türklərin bizə olan bu sevgisi gərək qala. Ən azı bu proyektdə. Çünki mən Türkiyəni özümünkü gördüm. Türkiyə məni necə gördü, onu bilmirəm. Amma mən oranı və ya buranı özümünkü kimi hiss edə bildim. Amin, amin.